Aleyküm. Sumqayıt filialından hər kəsi salamlayırıq. Sizinlə yenə də Tural ustadır. Bu günlərim çəkilişimiz Chevrolet Cruze-la bağlıdır. Bir müştəri yanımıza yaxınlaşıb, xanımdır müştəri. Gəl xanımın öz dilindən eşidək. Üzü düşməyəcək, nömrəni də bağlamışam. Müəyyən səbəblər əsasən olaraq. Maşında nə işlər görülür və necə aldanılıb. Bu haqqında bir dənə xanımdan reportaj götürəcəyik. Salam, xoş gəldiniz. Salam usta. Nə ilə bağlı yaxınlaşmısınız? Nə ilə bağlı yaxınlaşmısınız? Bu maşını Xanım düşünməsin. Sumqayıtda tanınmış ustaların yanında olub dəfələrlə. Problemləri həll olunur, amma yenidən baş verir problem. Şlankı dəyişmişəm, kitabçanı dəyişmişəm, krışkanın qapağıdır. Dəyişdiyim şlank yenidən cırılır, yenidən antifrizi axıdır. Yəni problemləri budur. Yolda qoyurmuş. Yaxından göstərə bilərsiniz hansılar dəyişib, hansılar olub. İşıqla göstərdiniz zəhmət olmasın. Bu dəyişib, Dəyişilib, 2 dəfə dəyişmişəm. sonra Hatta şlank olmalıdır, onu dəyişmişəm. yağ axımı ilə bağlı yaxınlaşmısınız da siz. Bəli, yağ axıtma ilə bağlı. Yenə də eyni şey olur, gedirsiniz yenə yağ axıdır. Antifriz axıdır, yağ axıdır. Nə qədər düzəldirlər, dəyişirlər, yenidən axıdır. Qalxsaq şuraya yağ problem nədir? Bilirsiniz nədədir problem? Mən dəfələrlə demişəm, yenə də deyirəm. Bu maşına orijinal olmayan ehtiyat hissələri qoyulanda bu maşın bir ay keçmir ki, problemlər yenidən yaşadır. Əgər istəmirsinizsə xərcə düşəsiz, bu problemlərlə təkrar qarşılaşasınız. Ona görə CM-in orijinal ehtiyat hissələrindən. Bəs qaranti necə, nə qədər verir, neçə ay verir? Heç bir qaranti verilməyib. Qalxız. Bax, deməli göstərirəm sizə, yağı göstərirəm, baxın. Baba, yağa bax. Kulşeterin üstündədir, bax. Sonra interkullerin patrubkası yuxarıdan gəlir, tökülür. Maşının altı yağın içindədir. Kitabçanı götürə bilirsən, bax, kitabça yağın içindədir. Kitabçanı nə vaxt dəyişmişsiniz, xanım? Silif turbadan da buraxır, kitabçadan da buraxır. Bu da interkullerdən gələn yağımızdır. Bax, buradan yağ tökülür. Siz deyirsiniz ki, biz gedib maşını saxlayırıq, maşının altında yağ olur. Nə deyirlər ona? Maşına baxır usta və mənə bildirir ki, kondisionerin suyudur. Maşının altında çirkə qarışır və o axır elə. Deməli, burada kondisionerin suyu tökülürmüş. Çirkli suya qarışır, yağa qarışır, tökülür yerə. Adını da qoyublar ki, burada problem nədir? Problem kondisionerin turbası buzluyur ona görə də. Amma burada belə bir şey olmur. Yer gölməçi olur, deyirlər ki, kondisionerdən də. Deməli, kitabçanı göstərdiksə, nədir burada? Bıraxasınız, kitabçanı dəyişmişdiniz. Nə qədər olar? Aç. Haqqısa 4000 kilometr falan sürmüşəm. Cəmi 4000 kilometr gedir. Bax, kitabçanı qoyanda yaxınlaşır. Bax, tam GM-dir. Bu firmadan istifadə edə bilərsiniz. Tam orijinalı baxar. Əvəzedicisidir, amma bez problem maldır. 6 ay zamanəti var. Bax, bu firmadan istifadə edə bilərsiniz. Dəmir silif turbadır. Orijinaldır. Bunun GM-in orijinalı da var. Görürsən üstünə garantisi var. Bunun da 6 ay bez problem işləyir. Mən inanmıram ki, Sumqayıtda ola bu. Bu zavod üstündə gələnlər də olur. Bu turbalardan olur. Dorman firmasıdır. Bunlardan istifadə edirsiniz. Kitab salniklərdə GM-in orijinalı var. Gətir bir dənə. Kitab salniklərini indi sizə göstərəcəm. Hansı kitab salniklərindən istifadə edirsiniz? Edin. 6 ay, 1 il zamanət alırsınız ustadan. Peçatlı şəkilində, garanti şəkilində. Sonra maşınınızı rahat sürürsünüz. Yəni, kondisionerdən su axıtmır, yağ axıtmır. İşte, bu qədər. Bir dənə pauza. Bu da GM-in orijinal, tam şəkilində, zamanət şəkilində salniklərdir. Bax. Yəni, bundan o tərəfi yoxdur, servis malı, iştirik kodu üstündə, malın özü zamanəti var. Qoyursan üstünə get sür də. Yağ seçimidəki fərqi yoxdur. Petrokanal da tökə bilərsiniz, Amsoil da tökə bilərsiniz, Rovi da tökə bilərsiniz. Əgər istəyirsinizsə artıq xərcə düşməmək, yəni də deyirəm, orijinal ehtiyat hissələrindən istifadə edin. 5000 kilometr getməmiş, nə qədər xərci bitmişdir? Haradasa bir 300-400 manat rahat çıxır. Yenidən xərcə düşəcək xanım, onun maşın tam şəkildə, zamanət şəkildə düzələcək. Gələn videolarımıza görüşənə qədər dedim ki, xəbəriniz olsun ki, siz də firma mallardan istifadə edib ikinci dəfə xərcə düşmüş olmayasınız.